Bu gün OTK suallarına, mətn suallarının izahına baxırıq. Deməli 11-ci sual. Mətnlə bağlı bu qənaətə gəlmək olmaz. Güllübəyin mətnidir. Deməli təhkirdən istifadə olunur. Bilirik ki, bu mətn bədii üslubdadır. Bədii üslubda isə təhkirin istifadə olunması doğrudur. Nəsr dilində obrazlıqdan da istifadə olunmuş nümunədir, doğrudur. Poetik funksiyada olan ifadələr işlənib. Poetik funksiya yəni nədir? Məcazi mənada olan ifadələr işlənib. Bu da doğrudur. Çünki bilirik ki, bədii üslubun əsas göstəricisi ilə məcazi mənadan istifadə olunmasıdır. Sərbəst və təbii danışıq formasında nümunələr də mövcuddur. Doğrudur. Terminoloji funksiyalı sözlər üstünlük təşkil edir. Bu yanlışdır. Terminoloji funksiyalı sözlər elmi mətndə üstünlük təşkil edir. Bu isə bədii mətndir deyə bu qənaətə gəlmək olmaz. Y variantı səhvdir. 12. Mətnlə bağlı doğru fikri müəyyən et. Dərs keçənlərin öyrətmə üsulu eyni idi. Yanlışdır. Bilirik ki, burada dərs keçən bir Güllübəyim idi. O evində pulsuz dərs keçirdi. Bir də Narıncı idi. Bunların dərs keçirmələri tamamilə fərqli üsullarlandır. Güllübəyim daha çox onlara yazma, oxuma öyrədirdi. Amma Narıncı isə onları işlədirdi. Onlara ev işlərində öz əlaltısı kimi işlədirdi. Yəni bunların dərs keçmə üsulları fərqlidir, eyni deyil. İsrafil Güllübəyimin məktub açmasına tam razı idi. Tam razı olması yoxdur. Bax burada deyir, qoy başı qarışsın, sonrasına baxaraq. Yəni ötəri razılıq var. Tam razılıq yoxdur burada. Bu da yanlışdır. Eyni təyinatlı müəssisələr qonşuluqda yerləşə bilir. Bəli, biri Güllübəyimin, biri isə Narıncı məktəbi. Bunlar zaten qonşu idilər və qonşuluqda yerləşə bilmələri doğru fikirdir. Doğru fikir isə C variantı doğrudur. Bütün mollalar qızların oxumağını düzgün hesab etmirdilər. Bu doğrudur. Doğrudur, yox, D doğrudur. Eyni təyinatlı müəssisələr qonşuluqda yerləşə bilir. Bir dənə buna baxaq. Eyni təyinatlı müəssisələr. Biri Güllübəyim idi. Biri isə D variantı nədir? Bütün mollalar qızların oxumağını düzgün hesab etmirdilər. Hətta bu yanlışdır. Yo, 4D yanlışdır. Niyə? Çünki bütün mollalar hesab etmirlər. Çünki burada bax bu molla var idi. Burada Güllübəyimin yoldaşı olan molla. O köhnə fikirli idi. O deyirdi ki, oxumaq, yazmaq nəyə lazımdır? Amma burada Gövhər bəyimin babası. Bax burada deyir, mənim müəllim olan molla babamın yanında neçə qız oxuyurdu. O bizə yazıb oxumağı öyrədirdi. Yəni buradan qənaətə gəlir ki, xeyr, bütün mollalar köhnə fikirli deyil. Bu yanlışdır. Narınc daha yaxşı dərs keçsə də nüfuzunu itirirdi. Xeyr, Narınc daha yaxşı dərs keçmirdi. Daha yaxşı dərs keçən Güllübəyim idi. Ona görə 12-ci sualda cavabımız olur C variantı. 13. Mətni əslən dəqiq müəyyən etmək mümkündür. Din xadimlərinin bir-birlə ziddiyyətli fikirlərinin olmasına. Bəli, bax bayaq dedim. Mollanın biri deyir ki, yazıb oxumaq bizim qızların nəyin lazımdır? Digər molla yazıb oxumağı öyrədirdi. Və din xadimi mollalarda ziddiyyətli fikir var. Doğrudur. Hadisələrin baş verdiyi məkan bilinmir. Öz evi ilə yanaşı bazarda, biz bazarda işləməsini görmürük Qurbanqulunun. İsrafilin ticarətlə məşğul olmasını görmürük. Hadisələrin baş verdiyi tarix yoxdur. Cavabımız oldu 13-də A variantı. 14. Kursivlə verilmiş hissə ilə bağlı doğru fikirləri müəyyən edin. Kursivlə verilmiş hissə, bax bizdən bu hissəni istəyir. Köhnə fikirlər mövqeyini güzəndirir. Burada deyir ki, təhsillə bağlı qüsurlu fikirlərin olduğu əks olunur. Bəli, təhsillə bağlı qüsurlu fikirlər var. Problemin həll yolu orada göstərilmir. Müəyyən olur ki, həmin dövrdə yeni fikirli adamlar olmayıb. Bu yanlışdır. Çünki orada deyir, bir qisim köhnə fikirli adamlar. Bir qisim deyirsə, deməli hamı köhnə fikirli deyil. Orada yeni fikirli adamlar da var. Burada deyir, olmayıb yanlışdır. İmkanlı adamların övladlarına yaxşı təhsil verməməsi göstərilir. Əksinə, deyir, imkanlı adamlar, varlı insanlar öz övladlarını oxudurdu. Ağalar, bəylər, bu yanlışdır. Köhnə düşüncənin tərəfdarlarının da çox olduğu müşahidə edilir. Bu doğrudur. Cavabımız oldu doğru fikir 1 və 5. Cavab oldu 14-də D variantı. Gəldik 15-ci suala. Mətnə aid fikirlərdən yanlış olanı müəyyən edin. Yenilik heç də hamı tərəfindən düzgün başa düşülmür, müsbət qarşılamır. Bu doğrudur. Çünki hamı eyni cür qəbul etmirdi onu. Cəmiyyətdə ziddiyyətli fikirlər mövcuddur. Bəli, bayaq dediyim mollaların timsalında elə. Yenilik tərəfdarları da təhsilə şəxsi qazanc mənbəyi kimi yanaşırlar. Xeyr. Güllübəyim ona şəxsi qazanc kimi yanaşmırdı. Çünki o pulsuz keçirdi. Necə şəxsi qazanc kimi yanaşsın ki? Bu yanlışdır. Yeni tipli təhsilin əleyhinə olanlar da var. Bəli, var. Molla məsələn qazancın əldən çıxması bəzi şəxsləri narahat edir. Təbii ki, bu da Narıncın timsalında görə bildik. 15-ci sualın cavabı oldu C bəndi. 16. Əvvəlində işarə qoyulmuş, əslində cədvəli doldurun. İşarə qoyulmuş sözlər deməli biri itməsindir. Digər işarə qoyulmuş sözü də tapaq. İtməsin, digər işarə qoyulmuş sözü tapsaq. Görə bilmirəm işarə qoyulmuş sözü. İtməsini tapdıq. Bircə dəqiqə. Burada apardı sözüdür, çox
Kiçik yazılıb görünmür. Apardı məktəbinə xilas narıncın qulluqçusu xilas olmaqdan xilas Güləbəyin məktəbinə apardı. Burada aparmaq həqqi mənada işlənib. Bu dairədə yəqin ki, dairə həqqi mənada, yəni informativdir. Bu isə itməsin. Mən biliklərim itməsin, bu isə məcazdır. Yəni poetik funksiya buna yazıram məcazi. İfadənin mətndəkindən fərqli. Həqiqidə işləm məcaza tutaq ki, deyirəm, o boş-boş danışaraq mənim başıma apardı. Fərqli cümlədə deyirəm, cümlə işlə. O boş-boş danışaraq mənim başıma apardı. Və yaxud da bu musiqi məni xəyala apardı. Musiqi məni xəyala apardı. Xəyala apardı. Belə deyə yazıram. Bu isə poetikdir, itməsindir. İtməyi tutaq ki, deyirəm, mənim həqqi mənada işlərimdə mənim kitabım itdi. Mənim qələmim itdi. Bu zamanda olur. Fərqli həqqi mənada mənim kitabım itdi. Kitabım itdi. Bu zamanda oldu. Fərqli funksiyada. 17. Məsələn, çərçivə daxilində verilmiş söz kontekstdən fərqli. Çərçivədə verilmiş söz. Görək çərçivədə verilmiş söz hansıdır? Köhnə fikirli adamlar. Köhnə fikir burada nədir? Məcazi mənada da. Məcazi mənada fərqli mənada. Məcazda işləyən fərqli mənada nədə işlədirəm? Cümlə deyir yenə də. Fərqli mənada işləyirəm bunu həqqi mənada da. Deyirəm mən köhnə kitab aldım. Köhnə telefon aldım. Telefon aldım. Cümlədə işlətdim. Daha sonra xüsusiyyətlər cədvələ uyğun olaraq mətnin üslubu xüsusiyyətlərini yazın. Bilirik ki, Gülabəyim hansı üsuldadır? Bədii. Bu isə görürsünüz ki, elmiyə aid terminlər var. Deyirik ki, bu da elmi üslubdur. Hər birinin öz xüsusiyyətini yaza bilərsiniz. Məsəl üçün, obrazlıq, emosionallıq, elmidə termin sıxlığı, mürəkkəb ifadələr, bunlar olacaq bunların xüsusiyyətləri. Ümumi cəhətdə yazacaqsınız ki, ədəbi dilin normalarına tabedir. Ədəbi dilin normalarına tabedir. Normalarına tabedir. Hər ikisi üslubiyyət üslubdur. Hər ikisi funksional üslubdur. Hər ikisi funksional üslubdur. Funksional. Hər ikisi ədəbi dili təşkil edir. Ədəbi dili təşkil edir. Təşkil edir. Hər birini yaza bilərsiniz bura. 19. Mətni məzmun edən 3 bətdən ibarət plan. Məsəl üçün, birdə nə var idi? Güləbəyimin məktəb açmaq istəməsi. Güləbəyimin məktəb açmaq istəməsi. Məktəb açmaq istəməsi. Birə yazıram bunu. Sonra əsas hissədə məsəl üçün orada yazıram narıncın narahatlığı. Narıncın narahatlığı. Üçə də yaza bilərəm ki, İsrafilin onun adı. İsrafilin narahat olması. İsrafil narahat olması. İsrafilin qorxması da yaza bilərəm. İsrafilin qorxması. İsrafilin qorxması. Qorxması. Bu da 3-ə gedəcək. 20. Mətndə üzərində rəqəm yazılmış sözlərin qarşılığını yazın. Üzərində rəqəm yazılmış sözlər. Höcətləşmək nədir? Höcətləmək mübahisə, dava etmək. Birə yazaraq höcətləşmək, mübahisə etmək. Mübahisə etmək. Mübahisə etmək. 2 nədir? 2-ni indi buradan tapaq. Vasvası elə bil ki, vasvas sözünün mənası hər şeyə qarşı həssas olan, hər şeyi düşünən, hər şeyi fikirləşən bu sözlərin mənası vasvası verir. Məsəl üçün, bu mətndə necə işlənib? Evləri Molla Qurbanəli ilə qonşu idi. Molla arvadı vasvası narızla birlikdə neynirdi? Narızla birlikdə dua etmək üçün ərəb hərfləri uşaqlara oxudurdu. Yəni, hər şeydən çəkinən də, vasvası hər şeydən çəkinən yaza bilərik. Hər şeydən çəkinən. Çəkinən. Bu da oldu belə. Növbəti mətnimiz. Mətni oxudum. Siz yəqin ki, özünüz oxumusunuz. Mətnimiz publisistik üslubdadır. Biraz qarışıq gələ bilər. Ona görə 2 dəfə oxusaq daha yaxşı olar. Hansı fikir mətnində yoxdur? Bir sıra daxili informasiyalar müxtəlif mənbələrdə bizə çata bilər. Düzdür, müxtəlif mənbələrə çatır. Məsəl üçün, orada müxtəlif dillərdən gəlib çatır. Assur dilindən gəlib çatır. Sonra başqa bir dillərin, tədqiqatçıların dilindən gəlib çatır. Yəni, müxtəlif dillə çatması doğrudur. Alimlərin Azərbaycan adında mənşə ilə bağlı yekdil rəy yoxdur. Bəli, yekdil rəy, yəni bir dənə rəy yoxdur. Çünki orada müxtəlif rəylər var. Avrasiya materikində qədim zamanlarda insanlar yaşamışlar. Avrasiya materikində qədim zamanlarda insanlar yaşamışlar. Bu doğru fikirdir. Çünki oradan qədim zamanlarda insanların yaşadığını və burada fərqli fikirlər irəli sürdüyünü biz görə bilirik. Ona görə burada C variantı var, doğrudur. Asiya yeganə qeyd edir ki, 9 iqlim qurşağının hamısına burada rast gəlmək olar. Asiyanın yeganə qeyd olmasını demir axı mətndə. 9 iqlim qurşağının hamısına Asiya qeydinə rast gəlmək olar. Bunu deyir. Amma demir yeganə Asiyada. Ona görə səhv D variantıdır.
21-də cavab o. Deməli, qədim dövrün xalqlar arasında müəyyən əlaqələr olmuşdur. Bəli. Bunlarda müəyyən əlaqələr olduğunu görə bilirik. Daha sonra fikirlərdən biri mətnə əsasən təsdiq etmək olar. Kültikinin şərəfinə yazılmış abidədə az sözü nəhəng mənasında işlənmişdir. Burada az sözün nəhəng mənasında işlənməsini biz görmürük axı. Deyir ki, yazılmış abidədə də çəkilir. Sadəcə run əlifbası yazılmış abidələrdə, məsələn, şərəfinə yazılmış abidədə də çəkilir. Adın çəkilməsi var, amma az sözün nəhəng mənasında işlənməsi bu cümlədə yox, sonrakı cümlələrdə deyir. Ona görə bunu təsdiq edə bilmərik. Avropa sözünün Finikiya dilində erəyib, yəni qaranlıq qərb mənasında yaranması hələ də fərziyyə olaraq qalır. Bunu mətnə əsasən təsdiq edə bilərikmi? Bunu mətnə əsasən təsdiq edə bilmərik. Çünki hələ də fərziyyə olaraq qalması deyir, nə deyir? Bax, Avropa sözündən danışmır axı burada. Deyir, Asiya qitəsinin nəhəng mənasında olan azla əlaqələndirmə üçün tutarlı fakt yoxdur. Bu faktı deyir. Əlaqələndirmə fərzi olaraq qalır. Bunu deyir. Amma Avropanın Finikiya dilində ərəb eləməsi fərzi olaraq qalır fikri yanlışdır. Tədqiqatçılar Azərbaycan sözünün günəşə tərəf mənasında işləndiyi fikrini irəli sürürlər. Belə bir fikri irəli sürmürlər axı. Onlar sadəcə Azərbaycanın günəşə tərəf fikri yoxdur. Ümumiyyətlə Azərbaycan sözünün tərkibindəki az seziyində həmin xalqın adı ilə bağlayır. Azərbaycan adının mənasında azların az xalqının yaşadığı ölkə olaraq mövzu. Burada günəşə qərb mənası ümumiyyətlə yoxdur. Qədim xalqların dilində vaxtı ilə işləmiş bəzi sözlərin mənası indi aydınlaşa bilər. Bu doğrudur. Bax hardaydı? Bax deyir, qədim Asur dilində şərq mənasında olan Asu sözü işlənib. Deməli, Asu sözü qədim dildə işlənib və indiki mənasında şərqdir. Tamamilə doğru fikirdir D variantı. 22-də cavab oldu D variantı. 23. Mətndən altına xətt sözlərin heç birinin şərhinə uyğun deyil. Altına xətt üzrə deməli okean sözü var, iqlim sözü var, daha sonra iqlim sözü var, mülahizə sözü var, daha sonra hansı sözün altından xətt çəkilib? Deməli, okean var, iqlim var. Mülahizə sözünü qeyd elədik, mülahizə var, daha sonra adından ad çəkilən söz görə bilmirəm. Amma burada 4-dən olmalı axı minimum. Deməli, okeanı yazaq, okean, iqlim. Daha sonra dedim, mülahizə sözü var, mülahizə. Baxaq. Vahidli olan və ona daxil elementlərin sıx bağlı olan müəyyən bir ərazi. Bu qalsın. Yaxşı düşünmüş fikir, rəy, nöqteyi nəzər. Bu nədir? Mülahizə. Deməli, B var. Reallığın təsdiq forması. Bu da qalsın. Materikləri ayıran böyük bir su obyekti. Bu nədir? Bu okeandır. Yox, okean yox. Materikləri ayıran böyük bir su obyekti olacaq iqlim. Materikləri ayıran su... Aha, deməli, dedik, yaxşı düşünmüş rəy, oldu mülahizə. Birini çıxdıq. Su obyekti deyirsə, olur okean, okean çıxdıq. Havanın çoxillik rejimi olacaq iqlim, iqlimi çıxdıq. Reallığın təsdiq forması aynı qaldı. Bir dənə biz sözü görmədik. Altına çəkilmiş söz, bəlkə bu bir tərəfdə olar. Hə, bölgə sözü. Bir də bölgə sözümüz var. Bölgə sözü də vahidli müəyyən bir ərazi. Bu da bölgə sözünün mənasıdır. Bölgə. A da çıxdı. Uyğun olmayan hansı qaldı? C. C variantına uyğun deyil. 23-cü sualda cavabımız C. 24. Hansı fikirlər mətnlə bağlı faktlar hesab oluna bilər? Bəzi alimlər ərazilərin xalq adları ilə adlanmasını qəbul edirlər. Bəzi alimlərin qəbul etməsini biz görə bilirikmi burada? Görə bilirik. Bəzi alimlər xalq adları ilə adlanmasını qəbul edirlər. Bu doğru fikirdir. Kültikin abidəsi run əlifbası ilə yazılıb. Bu da doğrudur. Burada deyir ki, run əlifbası yazılmış abidələrdə. 2 də doğru fikirdir. Finikiyalılar Asiyada yaşamaqlarını görmürük. Yer kürəsinin 6 qitə mövcuddur. 6 qitə olmasını görürük, amma yer kürəsində olmasını onu görə bilmirik. Dünya ərazisinin yarısından çoxunun Asiyada yaşaması burada ərzaq problemindən ümumiyyətlə danışılmır mətndə. Cavabımız oldu 1, 2, D variantı. İkinci abzasda çərçivədə verilmiş ifadə hansı sözlə əvəz edilə bilər? Burada adı olmalı idi coğrafiyat. Coğrafiyat da bilirik nədir? Toponimlər. Cavab oldu 25-ci sualda A variantı. Deməli, gəldik 26-cı sual. Deyir, hansı abzasda mətnin məzmununa uyğun olmayan abzas, 3-cü abzasda çərçivədəki cümlə nəzərə alınmır. Cümlənin işləndiyi müəyyən və həmin cümləni yazın. Hansı abzasda mətnin məzmununa uyğun olmayan? Bu 3-cü abzasda bunu nəzərdə tutur. Amma burada çərçivədə ilə altına xətt çəkilmiş sözdür. Yəni, daha doğru olardı ki, yazardı ki, altına xətt çəkilmiş söz nəzərə alınmır. Amma belə yazıb.
Burada uyğun olmayan cümlə olacaq, və dördüncü cümlə olacaq, dördüncü abzas. Niyə? Çünki burada tədqiqatçıların Asiya qitəsi haqqında fərziyyələrindən danışır, fərziyyədən. Gəlir burada danışır, Asuriya xalqının qalıqları Tacikistanda, Əfqanistanda yüksək dağlardan indidə yaşayır və xalqların yaşamasından danışır. Artıq bu məzmunca bu abzasa uyğun olmayan cümlə oldu. Yazırsınız abzas olaraq. Dördüncü abzas. Cümləni qeyd edirsiniz. Əsaslandırma da dördüncü abzasda fərziyyədən danışır. Amma bu cümlə xalqların yaşamasından bəhs etdiyi üçün bu məzmuna uyğun olmadığını əsaslandıra bilərik. Gəldik 27-ci suala. Mətndə tünd hərflərlə verilmiş yazılmış sözləsən cədvəli tamamlaya bilən. Tünd hərflərlə verilmiş söz hansıdır? Coğrafiyadan götürülməsi. Götürülmək sözüdür. Burada məcazi mənada işlənə bilər. Bu məcazi mənada işlənib. Sözün mətndəki ifadə etdiyi məna yazırsınız ki, məcazi. Həmin mənada işləndiyi cümlə. Mətndəkindən fərqli ifadə etdi. Yəni, burada fərqli deyir, bir də həmin deyir. Fərqli məna tutaq ki, mən kitab götürdüm, qələm götürdüm, mən nəsə götürdüm də götürmək mənasında. Həmin mənada mətndəkindən fərqli mənada işlətdim. Yəni onu məcazi mənada işlədə bilərəm və yaxud da həmin mənada işlədiyi cümlə, yenə mən məsəl üçün bu dərsi yaxşı götürdüm. Mən bu hadisədən dərs götürdüm. Bu mənada da həmin mənada işlənmiş cümlə hesab olunacaq. Gəldik. Uyğun fikirlər. Assuriya xalqı, Finikiya xalqı. Burada isə bu xalqlarla bağlı bax. Assuriya xalqı ilə bağlı bax elə bunu deyə bilərik. Bax. Assuriya dilinə deyərik ki, Asu sözü şərq mənasında işlənib. Bu Assuriya dilinə aiddir. Finikiya dilindəki, yəni Finikiyada bunu deyə bilərik. Finikiya dilində ərəb, yəni qaranlıq qərb mənasının yaranmasını bilirik. Finikiya dilində də bunu deyə bilərik. Hər ikisi üçün ortaq fikir deyərik ki, hər ikisində müəyyən sözün izahı verilmişdir. Hər ikisində müəyyən bir anlayışın fərqli mülahizə formaları hər ikisində müəyyən bir söz haqqında fərzi irəli sürülmüşdür. Bunu da ortaq fikir kimi yaza bilərik 3-ə. Mətndə altına xətt çəkilmiş cümləyə uyğun düzəliş etməklə cümlənin yerinə yazın. Altına xətt çəkilmiş cümlədə deməli başqa bir fikrə görə Asiya sözü kiçik ölkə deməkdir. Bu fikir tərəfdarları Asiyanın geniş bir ərazini əhatə etdiyini əsas gətirərək. Geniş bir ərazini əsas gətirirsə, deməli kiçik yox da böyük ölkə olmalıdır və yaxud da nəhəng ölkə olmalıdır bu. Yazmalıydı ki, burada kiçik sözü dəyişməlidir, böyük və yaxud da nəhəng sözü ilə əvəz olunmalıdır. Qüsurlu cümlə budur. Həmin cümləni buradan yaza bilərsiniz. Mətn əsasən cədvəli tamamlayan fikri yazın. Az xalqın adı run əlifbası ilə yazılmış abidələrdə, məsələn, Küldükinin şərəfinə yazılmış abidələrdə çəkilir. Eləcə də az sözünün nəhəng mənasında işləməsi məlumdur. Burada yaza bilərik ki, az sözü ilə bağlı mülahizələr, az sözü ilə bağlı müxtəlif fərziyyələr, müddəa faktla da bunu əsaslandırdıq və bu şəkildə yaza bilərik. Onlayn dərslərimizə qoşulub imtahanlarda yüksək nəticə əldə etmək istəyirsinizsə, bu WhatsApp nömrəsindən yazıb dərslərə qoşula bilərsiniz. Sağ olun, salamat qalın.